Salam. İri planda 200-də gəl birdə sizi yenidən salamlayırıq. Xoş gəlmisiniz. Bugün qonağımız çox maraqlı və istedadlı gənc aktyorlarımızdan Ülvi Həsənlidir. Xoş gəlmisiniz Ülvi. Çox sağ olun dəvətə görə. Mən də salamlayıram sizi. Xoş oldu bu günlər burada sizinlə görüşmək. Qarşılıqlı minnətdaram ki, dəvətimizi qəbul edib gəldiniz. Ülvi Həsənli kimdir? Özünüzü necə təqdim etmək istəyərdiniz ümumiyyətlə? Ülvi Həsənli deyərdim ki, çox şeyi bacaran, sadəcə lazım olduğu yerdə olmayan bir insan. Belə deyərdim. Lazım olduğu yerdə olmayan dediniz. Həm geografiya cəhətdən, Coğrafi olaraq, həm dövr cəhətdən, həm əsr cəhətdən, həm il cəhətdən, həm insanlar cəhətdən belə düşünürəm. Ülvi bəy, sizi araşdırarkən şahid oldum ki, aktyorluq fəaliyyətiniz teatrdan başlayıb və Akademik Milli Dram Teatrımızda da fəaliyyətiniz olub. Bəli. Mənim aktyorluq fəaliyyətim, yəni teatr fəaliyyətim əslində 6-cı sinifdən başlayıb. Uşaqlıq yaşında. Bəli, mən demək olar teatrda böyümüşəm, xəstəliyə 6-cı sinifdən tutulmuşam və hələ də çarəsini tapa bilmirik, araşdırırıq. Amma bir-iki yaralar vurublar mənə. Ona baxmayaraq? Teatr baxımından, bəli, o yaralarla ki, bəlkə mənə sağaldarlar. Amma gördülər ki, yara da mənə sağaltmır. Akademik Milli Dram Teatrından amma uzaqlaşmısınız. Uzaqlaşmamışam, uzaqlaşdırılmışam. Uzaqlaşdırılmışsınız. Bəli, belə deyərdik. Daxili intriqalar yoxsa? Daxili intriqalar, ən sevdiyimiz insanlar tərəfindən çox təəssüflər olsun ki, hamısına aid eləmək istəməzdim. Amma yaşlı nəslin biraz cavan nəslə qarşı olan qısqanclığından və istedadlı insanların qarşısının tez alınması səbəbindən. Mən belə düşünürəm. Yəni, teatr mənim yarabayaq nəyə görə dedim? Teatr mənim əvəz olunmaz yerimdə. Yəni, mənə bir daha dünyaya gəlsəm, bu dünya yoxsa teatr desələr, mən teatrı seçərəm. Film desələr, teatr desələr, bu ölkədə yaşamasaydım təbii ki, maddiyyat tərəfindən, dolanışıq tərəfindən təbii ki, mən teatra heç nəyi dəyişməzdim. Amma çox təəssüflər olsun ki, teatrdan məni çox uzaq salıblar və geri qayıtmağa da mane olurlar biraz mənə. Amma istək varmı geri qayıtmağa? İstək var. Mən bu yaxınlarda yenidən gedib müraciət eləmişəm. Hətta o dərəcədə müraciət eləmişəm ki, maaş da istəmirəm. Amma gəlim, əsas o rol olsun. Əsas gəlim tamaşaları oynayım. Sadəcə mənə elə səbəblər deyilib ki, ştat yoxdur, nə bilim, yerimiz yoxdur. Biraz belə bir söz də deyildi ki, biz universitetdən gələnləri hal-hazırda ştata götürə bilərik. Sən artıq gənc sayılmırsan da. Ona görə biz gərək səni o rolla gətirək teatra ki, sonra səni teatra sala bilək filan. Belə söhbətlər getdi. Hələ də gözləyirəm də. O işığı hələ də gözləyirəm görək ki. İnşallah. Bəs belə bir istək varmı Ülvi bəy? Ümumiyyətlə, mono tamaşa qurmaq və yaxud hardasa da özəl teatr tamaşa səhnələrində çıxış eləmək? Əslində, ümumiyyətlə, mənim plan olaraq öz planım var ki, mən öz teatrımı yaratmaq istəyirəm. İnşallah. Qismət olsun, mən onu eləyəcəm də. İndi bilmirəm, 10 il eləyəcəm, 5 il eləyəcəm, 1 il eləyəcəm. Bilmirəm, amma o teatrı eləyəcəm. Azərbaycanda həm komediya teatrı yaradacam, həm əsl teatr tamaşaçılarının baxmaq istədiyi tamaşaları səhnəyə qoymaq istəyəcəm. Allah yaxşı olurlar. İnşallah ki, istədiklərinizə qısa zamanda reallaşdırarsınız deyək. Amma ki, buna baxmayaraq yenə də o teatra da qayıtmaq istəyirəm. Milli Dram Teatrı. Milli Dram Teatrına. Bəli, mənə başqa teatrlardan təklif oldu. Mən o teatrdan çıxandan sonra sadəcə mən özüm milli teatrda olmaq istəyirəm. Bunun üçün can atıram, hətta nə bilim. Xüsusi səbəbi varmı Ülvi bəy? Orada olmaq istəyinizdə. Xüsusi səbəbi ən birincisi ana teatr olmağına görə, bu bir. İkincisi, mən orada professional teatr fəaliyyətinə, böyük teatr fəaliyyətinə, dövlət teatrına birinci dəfə orada başlamışam deyə oradan başqa tərəfə getmək istəmirəm. Üçüncüsü, mənim orada xatirələrim var, çox böyük xatirələrim var. Dördüncüsü, o teatrın tozunu udmaq deyirlər. Mən o teatrın tozunu udmuşam. Sözün əsli mənasında oranın tozunu udmuşam. O həmişə deyən, biz universitet vaxtı müəllimlərimizdən eşidirdik teatrda o teatrın taxtasının üstündə yatmaq.
Mən o şeyləri həqiqətən yaşamışam. Akademik Milli Dram Teatrında mən həqiqətən o taxtaların üstündə yatmışam gecə-gündüz. Amma sonradan təəssüflər olsun ki, belə hadisələr baş verdi. Düzdür, məni günahkar çıxardırdılar ki, sən özün seçim elədin, filan. Amma Uzaqlaşmağınız baxımından. bəli, mənim qabağıma seçim qoyuldu. Amma ki, yəni o qoyulan seçim də düzgün seçim deyildi deyə mən o seçimimdən heç vaxt özümü günahkar bilmirəm və səhv seçim eləməmişəm. Çünki mən o seçimi eləməsəydim də, o mənim qabağıma qoyulan teatr seçimini seçsəydim, onsuz da yenə mən teatrdan uzaqlaşdırılacaqdım. Çünki səbəblər var idi. Ona görə məncə mən düzgün seçim elədim və o seçimimin hələ də çörəyini yeyirəm mən. Ona görə. Bəs Ülvi bəy, stand-up janrına keçid necə? Stand-up janrına keçid də elə sırf mənim teatr ağrımla bağlıdır. Bu mən dəfələrlə demişəm ki, bəlkə də mən teatrdan uzaqlaşdırılmasaydım, heç vaxt stand-up'a başlamazdım. Mən 2016-cı ildən artıq Dəfnə Ağacını çəkiləndən sonra böyük bir kütlə tərəfindən tanınmağa başladım aktyor kimi. Amma o mənim teatr sevgimi, canlı kontakt, bu şeyləri məndə necə deyirlər, doya bilmirdim də, çox ac qalmışdım. Ona görə 2018-ci ildə səhv eləmirəmsə bir şərait yarandı. Stand-upçı kimi mənim özümü yoxlamaq bir şans yarandı. Və mən də həmişə mənim ətrafımda deyir, mən Cristiano Ronaldo kimi bir adamım da. Yəni mənə bir iş verirsin, mən gecə-gündüz onun üstündə o qədər işləyirəm ki, mənim üçün həyatda bir şey var. Ya bu işin ən yaxşısı olmalıyam, ya olmamalıyam. Yəni orta bab mənim üçün deyilən bir şey yoxdur. Mən də çalışdım ki, ən yaxşı işimi görüm və şükür Allaha tamaşaçılar da qəbul elədi. Stand-upçı kimi sevdilər də məni. Bəli. Yəni inşallah bu il solo konsertimi eləmək fikrindəyəm. Siz də dəvətli olacaqsınız inşallah. Təşəkkürlər. Əslində çoxdan eləmək istirdim. Sadəcə biraz maddi problemlər, ümumi pandemiya düşdü. Bu aləm biraz dəydi bir-birinə qaldı. Bəli, uzandı vaxt. Amma bu il qismət olsun istəyirəm. Bilmirəm o Allahın mənə mesajlarıdır, nə bilim, enerji tərəfdən mənə o enerji göndərilir ki, bunu eləmə. Çünki mən 2 il bundan qabaq da artıq hazırlaşırdım, solo konsert eləmək istirdim. Ayağım qırıldı. Ona görə biraz səhhətimlə bağlı. Bəlkə də tam vaxt yetişməyibmiş o. Bəlkə də Allah mənə mesaj göndərir ki, tələsmə. Amma indi nəsə hiss edirəm o mesajı ki, vaxtıdır. Artıq vaxtı çatıb. Və eləməliyəm. Bu öz istəklərimdən başqa bəzi başqa səbəblər də var ki, mən insanlar var ki, həqiqətən onlara sübut eləmək istəyirəm ki, mən öz əziyyətimdən görmüşəm də bu işləri. Bəs aktyor üçün hansı daha çox azadlıq deməkdir? Dram aktyorluğu yoxsa stand-up? Ümumiyyətlə mənim düşüncəmə görə düzdür, stand-up da çox böyük aktyorluq tələb edən bir şeydir. Bəzən bizim humoristlər deyimmi, nə bilim, bu dəqiqə kimə salam verirsən stand-up danışır. Həqiqətən onlar qarışdırır ki, stand-up janrına aktyorluq çox önəmli bir şeydir. İnsanın aktyor olmağı çox önəmli bir şeydir də. Düzdür, misal üçün mən Cem Yılmazı aktyor kimi sevmirəm. Amma stand-uplarının xəstəsiyəm. Çünki onun aktyorluğu stand-upa qədərdir də. Yəni orada tamaşaçıya yedirdi bu aktyorluğunu. Amma bir tərəfdən də aktyor bacarığın daha çox olanda daha çox şey eləyə bilirsən. Bunları biraz qarışdırmaq düzgün şey deyil. Çünki stand-upçı kimi sən özün istədiyini edirsən. Amma aktyor kimi səndən rejissorun tələb elədiyini istəyirsən. Ona görə stand-up janrı mənim üçün daha azadlıqdır. Yenə də deyirəm, bizim biraz tamaşaçımız üçün, bizim ölkəmiz üçün stand-up janrı biraz çətindir. Nəyə görə biz istədiyimiz mövzudan danışa bilmirik. Bizim tamaşaçıya istədiyimiz, o bizə diqqət edən tamaşaçı kütləsi azdır. Çünki gəlib sən konsertivə baxanda əksər tamaşaçılar stolun üstündə saz axtarırlar. Ki bir dənə oradan kabab, lülədən zaddan. Amma stand-up janrı belə deyil də. Stand-up janrına diqqətlə qulaq asmalısan ki, mən bir stand-upçı olaraq səhnədə hiss edeyim ki, mənə qulaq asınlar. Diqqət aktyorda olmalıdır. Çox yəni önəmli bir şeydir diqqətin aktyorda olmağı. Sən mənə nə qədər diqqət eləyəcəksən, mən bir sənə o qədər enerji, o qədər yumor göstərə biləcəm. Bizim misal üçün stand-uplarımız olub ki, getmişik, onu çıxış eləmişik, partlama bir çıxış olub da. Amma həmin çıxışı başqa bir yerdə eləmişik. Tamaşaçı o dediyim tamaşaçılar olub, sadəcə yeyən filan. Səhnədə özünə artıq belə qalırsan ki, yəni bir dənə nə olar? Onlar 5 dəqiqə mən düşüm çıxım gedim də, yəni istəmirsən artıq çıxış eləmək. Amma serial belədir ki, film belədir ki, rejissor səndən nə tələb eləyirsə,
təbii ki, aktyor özündən heç nə qatmasa, ancaq rejissorun dediyini eləsə, mənim üçün də o aktyor deyil. Mütləq özündən. Bəli, sən ola bilər rejissor sənə deyir ki, sən stəkana oynayırsan. Amma sənin stəkanın qulpu burdadırmı? Bəlkə 2 dənə qulpu var, hansı rəngdədir, sən stəkanın altını oynamaq istəyirsən, üstünü oynamaq istəyirsən, stəkanın arxa tərəfində tamaşaçıya göstərə bilərsən. Bunları əgər eləyə bilmirsənsə, sadəcə stəkan kimi dayanacaqsansa, yəni bu da bir iş deyil. O da var. Allah yaxşı. Ülvi bəy, bəs bu çəkildiyiniz seriallarda, filmlərdə oynadığınız obrazlarda deyə ən sevdiyiniz və sizə ən yaxın olanı hansıdır? Mənim ən sevdiyim obrazım, əslində mən bütün obrazlarımı o ana balasını sevən kimi sevirəm də, yəni onların arasında fərq qoya bilmirəm. Amma ən sevdiyim obrazım Körpü serialındakı Maqo obrazımdır. O Kejo dillərə də düşmüşdü. Çox sevirəm o obrazı, çünki o obrazı sıfırdan yığmışam. Yəni əslində ssenaridə o obraz elə deyil idi də. Yəni ssenaridə sadəcə vurub yıxan, məhəllədə olan belə sözlər deyən oğlan idi. Yəni belə obraz idi. Amma mən onu Emil Quliyevdən biz məsləhətləşdik. Mən bir variant yığdım. Onun sözlərini tapdım, hərəkətini tapdım, danışıq tərzini filan. Çünki mənim üçün o vurub yıxan, mafiya başçısı, nə bilim, imkanlı adam əksər adamların beyninə gələn bir variant olur. Mən də bir variantı oynamaq sevmirəm. Belə adamlar da var da, öz dünyası olan, heç bir adamlar var ki, pulu var, amma bilmir ki, neynir. Neynəsin, hara xərcləsin, nə bilim, TikTokda oturub şiir atanlar var. Yəni bu obrazda elə bir obraz idi. Pulu var, özü üçün bir dünya düzəldib, amma öz dünyasının qəhrəmanı özüdür də. O natamamlıq kompleksidir. Mən belə başa düşürəm də onu. Və ona görə o obraz mənə çox doğmadır, çox şirindir. Hətta Emil Quliyevin də ən sevdiyi obrazlardan biri idi o. Bəzi insanlar mənə deyir ki, bizim tamaşaçı qəbul eləyər bu obrazı səncə? Və şükür Allaha ki, qəbul elədilər. Hətta tək bizim tamaşaçı yox. Mənə Moskvadan çox yazdılar o obraza görə. Yəni Amerikadan belə yazanlar oldu ki, yəni çox möhtəşəm idi də. Orada yaşayan həmyerlilərimiz hamısı baxırdılar. Hamısı, hətta serial çıxan kimi oradan mənə frazalar atırdılar ki, hətta bir də gördünüz indi boşluq olanda TikTokda canlı açırdım çəkiliş arası. Hamı girirdi orada Kejo hamısı yazırdı. Ona görə çox doğmadı o obraz mənə. Çox sevirəm o obrazı. Bəs oynadığınız obrazlar arasında eləsi varmı? İndi fikirləşəndə deyirsiniz ki, oynamazdım. Var. Var mı? Var. Deyə bilirsiniz hansıdır yoxsa? Biraz demək düzgün çıxmır. Çünki o da bizim dostlarımız da onu çəkənlər filan. Elə obraz olub ki, məcburiyyət qarşısında gedib oynamısan. Elə obraz olur ki, oynaya başa düşmüsən ki, yox. Bu sən istədiyin deyil. Çünki ssenaridə başqa bir şey idi, amma rejissor başqa bir şey edir. Müdaxilə edirsən, görsən yox, öz bildiyini istəyir. Qalırsan ki, vay. İşləməkdə rahatlığınız olan rejissor varmı ki, kiminlə daha çox işləməyi sevirsiniz? Təbii ki, tamaşaçılar artıq məni Emil Quliyevdən 6-cı, 7-ci proyektimdə görürlər. Demək ki, bu bizim dostluğumuzdan əlavə bir yerdə işbirliyimiz alınır deyə işləyirik. Emillə mənə çox rahatdır işləmək. Çünki Emil aktyora qulaq asır. Şərait yaradır, özünü göstərir. Bəli, təkliflərə qulaq asır. Yəni Emilin setində adi bir, nə bilim, bizim üçün orada adi işçi yoxdur, birinci onu deyim ki, yəni bizim üçün orada adi çay verən insan var ha. O da bizim dostumuzdur o setdə. Elə bir dostluq seti var orada. O belə bir də görsən qıraqdan təklif eləyəndə Emil ona qulaq asır. Əslində onun yaradıcı tərəfə heç bir aidiyyatı yoxdur da. Maraqlı təkliflərə qulaq asır. Misal üçün mən dostluqdan, aktyordan əlavə bir də görsən otururam ssenaridə Emilə belə bir şey təklif edirəm ki, bəlkə belə bir şey olsun. Görürəm ha batdı beyninə. Qulaq asır insanlara. Sənin üçün şərait yaradır, sıxma boğmaya salmır. Aktyor üçün də bu bir tərəfdən motivasiyadır ki, eşidilir, onun fikirlərinə dəyər verilir. Və artıq bilmirəm indi bütün aktyorlar elədir, yoxsa mənim xarakterim elədir deyə mənə qulaq asanda mən birin yerinə artıq 10 götürə bilirəm. Bilirəm ki, mənə qulaq asır. Artıq işləyirəm, yazıram, özüm üçün pozuram. Və Emildən də əlavə biz bu yaxınlarda Elvini də salamlayıram burada Rüstəmzadəni, dostumdur, biz universitet vaxtında bir yerdə oxumuşuq. Elvinlə bir film işlədik biz, YouTube filmi idi, Qumarbaz filmi. Bəli. O filmdə də, misal üçün, mən Elvinlə birinci dəfə işləyirdik, halbuki illərdir münasibətimiz var.
Hətta Elvin də orada aktyor kimi məni birinci dəfə orada gördü və belə kəşf elədi özü üçün aktyor kimi. Elvinlə də mən işləməyə çox rahat idi. Biz o filmi bir gün məşq eləyib səhərsi gün çəkmişik də, yəni belə bir qısa bir müddətdə 3 gün qalmış. Ülvi, belə bir şey var, sən istəyirəm, atqaz eləmə, nə olar, bunu çəkməliyik, filan. Gəlmişik, oxumuşuq, bir gün içində improvizələrimi əlavə eləmişəm ora, qatmışıq, zarafatlar, nə bilim, obrazı yığmışıq, setdə yavaş və məncə maraqlı bir iş çıxdı ortaya. Kifayət qədər qıcıqlandırıcı. Çox qıcıqlanmışdı insanlar ondan, amma ki, deməli alınıb ki, təbii, əgər o hissi tamaşaçıda oyada bilmisinizsə, deməli bu kifayət qədər artıq yaxşıdır. Nəticəsini özü də yaxşı göstərir. Ona görə yəni bu son vaxtlarda Elvini də özüm üçün kəşf elədim ki, yəni Elvin də mənim üçün çox rahat rejissordur. Əslində bəlkə də fərqli rejissorlarla işləsəniz, bəlkə də daha rahat olduğu digər rejissorlar da var. Sadəcə olaraq rejissorlarda da belə bir hadisə var ki, ya onlar işlədiyi davamlı olaraq eyni aktyorlar olur, kəşflərə çox da açıq deyirlər. Bəli, yəni çox rejissorla işlədikcə hamısını artıq tanıyırsan ki, bu da var, amma elə rejissorlar da var, o səninlə işləmək istəyir, nədənsə onun mələklərmi deyim, şeytanlarımı deyim, o qulağını dolduranlar olur ki, bizim sferada bir dənə söz var da, nə bilim, bu var ha, bu bir dənə nə bilim sözü, sənin o obrazdan getməyi 2 vur 2 ola bilər. Yəni o qədər var ki, misal üçün mənim elə filmlər var ki, çox böyük filmlərdir də, baxıram ki, yəni burada mənim obrazım var axı. Yəni məni burada çəkə bilərdiniz. Niyə çəkmədiniz? Elə bir adamı çəkib ki, baxırsan ki, valla neçə film olub ki, mən baxmışam ki, vay, bu obrazı parça-parça eləyərdim də, yəni. Baxırsan ki, yox. Amma sonra səbəblər çatır qulağına, deyirsən ki, elə yaxşı ki, olmadı. Yaxşı ki, olmadı. Daha yaxşı rollarda görmək ümidi ilə deyək. İnşallah. Bir də Ülvi bəy, sizə araşdırarkən belə bir fakt da çıxdı qarşıma ki, karyeranızı Türkiyədə qurmaq planlarınız da olub. Olub, bəli. Nə mane oldu getmədiniz? Çünki istedadınız orada kifayət qədər parlaya biləcəkdi. Çox qəribə bir şey var ki, mən indi 33 yaşım var da, mənim üçün o 21-22 yaş ərəfələrində idi də, elə bir şərait vardı ki, gedib nəsə eləyə bilərdim orada. Çox belə qəribə bir şeydir ki, mən elə bir qərar verməyə başlayanda birdən-birə burada mənim işlərim çoxalır. Film təklifləri çoxalır, serial təklifi çoxalır, o, bu. Başım qarışır, o yaddan çıxır. Və həyatımda bir 3 dəfə elə bir şey olub. Və bundan da əlavə mən düşünürəm ki, onu necə deyim ki, yaxşı çıxsın, onu düşünürəm. Yəni bizdən orada bir 50 dənədir. Yəni heç vaxt bir necə deyim, bazarda pomidor satan adam birinci öz pomidorunu satacaq da, qonşusunun pomidorunu götürüb satmayacaq. Onun pomidoru qutarandan sonra məcburən baxsa ki, hətta çürük pomidor da var belə, onu götürüb satmaq istəyər. Və biz orada bəlkə 4-cü sort pomidoruq. Yəni elə bir şey fikirləşirəm də. Amma belə də baxaq, bu tərəfindən də baxsaq həmin hadisəyə, tutalım ki, biz öz məhsullarımıza, aktyora məhsul kimi baxsaq, biz onu xarici bazara hazırlamırıq, satmırıq, satmağa çalışmırıq. Bizə ümumiyyətlə məhsul kimi baxılmır axı. Bizim aktyorlarımıza produkt deyilir də, bütün dünyada filmdə aktyorlara produkt kimi baxılır. Sən produktu nə qədər yaxşı təklif eləsən, sənin o həm reklamındır, həm sənin məhsulundur. Ondan istifadə etmək istəyən çox olacaq və sən daha çox qazanacaqsan. Türkiyədə misal üçün nəyə görə onların filmləri dünya bazarına çıxır, hər yerdə satılır, onların aktyorları Netflix-ə qədər gedib çıxıb, Hollywood filmlərinə qədər gedib çıxıb, amma biz hələ ki indi Rusiya filmlərinə, Qazaxıstan filmlərinə 2, 3, 4 belə aktyorlar çıxa bilir. Bizə produkt kimi baxılmır. Yəni nə qədər ki aktyor işlənmir onların üzərində. İşləməkdən əlavə, yəni valla belə deyəcəm pis çıxacaq. Aktyorlarımız nə vaxta kimi ki evdən öz paltarlarını götürüb setdə geyinəcəklər. Yəni produkt kimi baxılmayacaq da biz. Aktyor nə vaxta kimi ki oturub fikirləşməyəcək ki, buradakı bir dənə çəkilişimi tez qutarım, qaçım, orada bir reklam var, ona çəkinim, oradan axşam gedim toyda klon kimi pul qazanım, oradan gəlim evimə, balama 5 manat çörək pul aparam. Çox təəssüf. Çox təəssüflər olsun ki, bizim aktyorlarımızın əksəriyyəti bu vəziyyətdədir. İndi şükürlər olsun biz azdan çoxdan çəkilirik,
ətrafımız var, nə bilim, bizi bəyənən var, rejissorlar var, işləyə bilirik. Amma bütün aktyorlarımız elə deyil. Axı valla bizim teatrlarımızda elə aktyorlar yatıb ki, onları kəşf eləsəydilər, çox şey eləyə bilərdilər. Amma baxırsan ki, onları o qədər kəşf eləməyiblər ki, 50 yaş, 55 yaşına çatıb elə bil tozlanıb. İndi də onun tozunu silmək artıq çox gecdir. Vaxtında onun tozu sirilsəydi, bəlkə də oradan bir qızıl çıxardı, brilliant çıxardı. Çox təəssüflər olsun ki, yəni mən heç istəməzdim aktyorlarımıza elə vəziyyətdə qalsınlar, aktyorlarımıza elə baxılsın. Mən keçən bir müsahibədə demişdim, vallah deyirəm, bizim qonşu ölkələrin aktyorlarından biz artıq kəskidik. Bəli, razıyam. Çox istedadlı aktyorlarımız var və dünya səviyyəsinə çıxa biləcək az sayda deyil aktyorlarımız. Sadəcə olaraq belə deyək, onlara sahib çıxacaq adamlar yoxdur. Kimlər ki, onları bir Səbuhi Məmmədovumuz var. Aktyor agentliyi olaraq, yəni tək əldən nə qədər səs çıxa bilərsə, adam çalışır, vuruşur. Və aktyorlarına dəyər verir. Mən, məsəl üçün, Səbuhi dostumuzdur bizim. Mənim onun aktyora yanaşmasına baxıram. Çox xoşuma gəlir. Düzdür, bizim bu Azərbaycanda fəaliyyət göstərən filmlər üçün onun yanaşmağı biraz sərf eləmir. Onları da başa düşürəm. Çünki serial çəkirsən, vallahi sənə elə bir büdcə verilir ki, baxırsan ki, mən bu ilə neyniyim? Məcbursan ki, artıq burada, nə bilim, suyu bu stəkanda yox, bir dəfəlik stəkanlarda verəsən, nə bilim, yeməyi toyuqla yox, boş makaron verəsən, məcbursan onları eləmək, onları da başa düşmək olar. Amma Səbuhinin, misal üçün, dünyada artıq Qazaxıstanda, səhv eləmirəmsə, Rusiyada və bir neçə ölkələrdə artıq bizim aktyorlarımız hansı seriallara, filmlərə çəkdirib aktyora yanaşmasına baxıram. O qədər ləzzət edir mənə ki, dəyər verilirsə. Ondan əməkdaşlıq edən aktyorlar da, qonaqlarımız da onun haqqında çox böyük sözlər danışırlar, ürək dolusu danışırlar. Mənim özümə də, misal üçün, Səbuhinin təklifi olub və hələ də davam edir o təklif. Sadəcə mənim biraz problemim dil problemidir ki, mən rus dilini, hindi hələ uşağın hesabına öyrənməyə başlamışam. Və sağ olsun ki, o mənə öyrədə bilir. Amma ki, mən təkmilləşdirib, inşallah mənim də fikrim var ki, yavaş-yavaş artıq başqa ölkə. Mütləq lazımdır. Mütləq. Genişlənmək və dünyaya açılmaq mütləq ki, bizə də lazımdır. Ülvi bəy, sosial şəbəkələrdə kifayət qədər aktivsiz. Bəli. Ailə, uşaqlar, hamısı kifayət qədər aktivdirlər. Ümumiyyətlə, yanaşmanız necədir? Yəni, bizim bəzi aktyorlarımız falan ailələri daha çox kölgədə saxlayırlar, ancaq özləri ilə. Amma sizdə əslində o çox müsbət bir şeydir. Seviləndir və tamaşaçılar tərəfindən də. Niyə də yox da? Niyə də yox? Təbii ki, niyə də yox? Yəni, indi hər insanın bir xarakteri var da. Elə insanlar var ki, istəmir ki, ailəsi görünsün. Elə insanlar var ki, başqa bir səbəblərə görə hətta istəmir ki, bilsinlər bu evlidir. Elə səbəblər də var. Amma ki, mən misal üçün, mən özüm də əvvəllər sevmirdim də. Hətta mən yoldaşımın Instagramını, TikTokunu bağlatdırmışdım. Qoymurdum o sosial şəbəkələrdən istifadə eləməyə. Sonra elə oldu ki, oturdum, düşündüm ki, niyə? Yəni, mən insanın ümumiyyətlə azadlığını əlindən almağı sevmirəm. Yəni, mən evlənəndə də yoldaşıma demişəm ki, mənim üçün elə bir kriteriya yoxdur ki, mənim yoldaşım işləməməlidir, nə bilim, evdə oturmalıdır, ancaq uşağa baxmalıdır, yemək pişirməlidir, mən evin kişisiyəm, belə bir şey olmayıb. Düşüncəm olmayıb. Sonra da fikirləşdim ki, niyə də yox, icazə verdim. Hətta sonra bir dənə öz videomda onu çəkdim. Bir yerdə bir video çəkdik. Viral oldu ölkədə də. Yəni, bir günə 2 milyon, 3 milyon baxış vermişdi. Hətta həmin videonun səsi ölkədə, TikTokda partlayış eləmişdi. Sonra yavaş-yavaş 1, 2, 3, 4, 5 artıq gördüm ki, tamaşaçılar bu kontenti məndən istəyirlər. Yəni, sevirlər. Yavaş-yavaş dedim, mən niyə də yox, başladıq videolar çəkməyə. Hətta deyərdim ki, bəlkə mənim yoldaşımın videolarda artıq məndən çox istəyirlər. Yəni, belə onlara daha doğma gəlir o. Elə günü bu günləri də davam edirik. Esmirə xanımla tanışlığınız necə olub? Esmirə xanımla biz İslamın toyunda tanış olmuşuq. İslam Mehrəliyevin, aktyor İslamın. Orada elə təsadüfən tanış olduq. Heç bilmirdim ki, mənim yoldaşım KAS şirkətində idi. Heç bilmirdim KAS şirkətindədir. Elə orada tanış olduq, səhər söhbət filan. Kastinqə dəvət elədi məni. Getdim KAS şirkətində, kastinqdən keçdim. Elə münasibətimiz başladı bir dost kimi.
çox yaxın dost olmuşuq. Bir 3 il, 2 il belə çox yaxın dost olmuşuq. Elə münasibətimiz gəldi, artıq sevgiyə çıxdı. Sonra evliliyə çıxdı. Şükür Allah, artıq 5 ildə evliyik. 2 övladımız. Allah xoşbəxt yaşayırıq. Şükür Allah, xoşbəxtliğiniz davamlı olsun. Ən çox sağ olun. Ən yaxşı bir şey odur ki, o mənə öyrətdi ki, həqiqətən dünyada insanın ailəsindən dəyərli heç nə yoxdur. Təbii. Dosta odur, həyat yoldaşı da odur. Öncəlik ailədir. Bəli. Onu öyrədə bildi mənə. Ülvi bəy, keçirik verilişimizin ikinci hissəsinə. Keçək. Sosial şəbəkələrdə artıq vurğuladığımız kimi aktivsiniz və çəkildiyiniz seriallarda, filmlərdə rəylər tamaşaçılar tərəfindən çox gəlir. Və hal-hazırda müzakirə edəcəyimiz mövzu bizim serialdır. Yad Qohum var. Orada eyni zamanda niyə sizinlə? Çünki orada siz eyni zamanda icraçı prodüsersiniz. Gəlin birinci icraçı prodüserin vəzifə ötəliklərinə aydınlıq gətirək, oradan keçək suallarımıza. Əslində icraçı prodüserin ümumilikdə gətirəndə, yəni serial film sferasında ümumilikdə götürəndə çox şeydir. Sadəcə bizdə icraçı prodüser demək olar sütunudur da, filmin, serialın sütunudur. Həm məkanları sən tapmalısan, həm nə bilim aktyorlarla danışıqlar səndən olur. Sonra nə edim, insanların qidalanmağıdır, geyimidir, nə bilim evin baxılmalıdır, nə bilim nəzarətdir, sakitçilikdir, hər bir şey sənin üstündədir də. Həm onları eləməlisən, həm bundan əlavə paralel işlər var. Hətta ssenarinin çıxarılmağı ilə bağlı vərəqlərin insanların qabağına gətirilməyinə qədər hamısı hamısı. Ümumiyyətlə yazılan rəylər oxunub nəzərə alınırmı müəyyən nüanslarda çəkilişlər zamanı? Deməzdim. Deməzdim. Çünki birincisi rəyləri oxumağa bizim vaxtımız yoxdur. Çox çətin bir rejimdə işləyirik də. Çünki gündəlik serial çox çətin rejimdir. Cövdət Şükürov, biz universitet vaxtından 2011-ci ildən bizim dostluğumuz, bir var dostluq, bir də var, yəni onların evində böyümüşəm də, universitet vaxtı belə deyək. Çox yaxın dostluğumuz var bizim. Biz bir yerdə çəkilmişik, neçə proyektdə, Şər Qarşanda filmində, Dəfnə Ağacında, Sənə İnanıram serialında bizim çox proyektlərimiz bir yerdə olub. Sonra zaman elə gətirdi ki, Cövdət artıq prodüser kimi də fəaliyyət göstərdi. Seriallar çəkməyə başladı. Birinci oynanış birliyimiz bizim Xəyanət serialından başladı. Təklif elədi, bir maraqlı obraz idi. Hətta məni 2 aylıq çağırmışdılar o obrazı. Sadəcə obraz tutdu deyə davamı getdi, bir mövsüm davam elədi. Sonra növbəti bu serialda, Yad Qohumlarda artıq biz keçən il bilirdik ki, növbəti bir serial olacaq. Ona görə Cövdət Xəyanətdə məni obrazımı bitirib bura keçirməyi düşündü. Təklif elədi mənə, qəbul elədim. Sonradan təklif elədi ki, icraçı prodüserluğu da istəyirəm ki, sən eləyəsən. Əslində birinci dəfə idi də, mənim üçün də təcrübə idi. Ən çoxu nəyə görə razılıq verdim? Bu heç kimi Cövdətin özü də bilmir. Mən buna nəyə görə razılıq verdim? Çünki mənim artıq planımda 1-2 öz filmlərim var çəkmək istədiyim. Onu ön hazırlıq. Hə, həm YouTube üçün, həm kinoteatr üçün artıq 4 ildir, 4 il yox, 4 ssenarim var ki, artıq bir 7-8 ilin ərzində yazmışam, qalıb. Allah ömür uzunluğu versin ki, mən onları çəkməmiş bu dünyadan getməyim də. Yəni. Allah qismət eləsin. Çünki onları mənim çox yaralı bir yerimdir. Tragikomediyalarda onları mən çəkməliyəm. Birini artıq planlaşdırıram, bu çəkilişlərimiz bitəndən sonra çəkəcəm. Ona özümü hazır bilmək üçün. O prodüserluğu da öyrəndim ki, nə etmək olar, necə etmək olar. Bundan da əlavə biz indi paralel hərbi mövzuda bir seriala başlamışıq. Artıq bir həftəlik çəkilişlərimiz başlayıb. Qardaşandı serialı bizim 44 günlük müharibəmiz barəsindədir, qələbəmiz barəsindədir. Orada həm də ikinci rejissoram. Artıq başqa bir vəzifəni də öyrənməyə başlamışam. Amma ətraf da deyir, özüm də görürəm ki, öhdəsindən gələ bilirəm bu işlərində. Mənim üçün, necə deyərlər, mən onsuz da prodüser kimi davam edən deyiləm də. Sadəcə mənim üçün, özüm üçün təcrübədir. Hər tərəfini öyrənmək. Öyrənirəm də, yəni öz filmimin öz prodüseri də özüm olum, rejissoru da özüm olum. Yəni çox maraqlı bir şeydir. Uğurlu olsun deyək bütün layihələriniz. Ülvi bəy, deməli,
Nə qədər müdaxilə edə bilirsiniz bilmirəm orada olan çəkiliş prosesində hadisələrə və kənardan ümumiyyətlə izləyən zamanı sizin özünüzdə bu olmasa daha yaxşı olar dediyiniz məqamlar olurmu ümumiyyətlə? Nə baxımından? Çəkiliş baxımından, hadisələrin baş verdiyi məkanlar baxımından. Hə, olur. Qarışıram. Baxın, belə bir məsələ var. Məsəl üçün mən rəyləri oxuyan zamanı mənə maraqlı gəlir ki, bizim tamaşaçılar nələrə reaksiya verirlər. Çünki belə bir düşüncə də var ki, tamaşaçıya nə versən qəbul eləyir, amma yox. Bizim tamaşaçı da keyfiyyətli serial Ayıq istəyir. tamaşaçıdır bizim. Bəli, keyfiyyətli film istəyir izləmək üçün. Çünki vaxtını ən dəyərli zamanını ayırırsa, o da o zamanı kifayət qədər keyfiyyət istəyir ki, orada görsün. Və diqqət çəkən məsələlər nələr olur? Bir, hadisələrin ancaq divanda və oturaraq baş verməsi. Hə, bildim nə edirsiniz. Niyə? Yəni biz bunu başqa bir hərəkətlərlə, aktivliklərlə doldura bilmirik O şey, indi mən onun bir tərəfini sizə deyim. Siz də Açıqlayın, məni... bəlkə biz səhnə arxasını görmürük, bilmirik. Biz ona Yəqin görə... ki, siz haqq qazandıracaqsınız da bizə. Başqa ölkələrlə yenə götürsək, müqayisə eləsək və həftəlik seriallarla müqayisə eləsək, siz təsəvvür edin ki, bir günə, bir serialda, deyim sizə də, misal üçün, hardasa olur 24-25 səhnə. Hər səhnədəki çəkiliş prosesi öz yerində, hər səhnənin özü də ki, bir səhnədə, necə deyim, bir 3 dəqiqə, 4 dəqiqə efirdə gedir. Bu 3-4 dəqiqəlik səhnəni çəkmək üçün bizə bir 40 dəqiqə, yəni gündəlik serialından götürəndə də, yəni həftəlik serialla professional işləyəndə bir səhnəni günə 4 dənə səhnə çəkirsən də, belə deyək. Serialın ümumi 4 səhnəsini, 3 səhnəsini bir günə çəkirsən. Amma biz gündəlik serial olaraq bir günə demək olar bir seriya çəkirik. Bizim də o komfortumuz yoxdur ki, biz orada artıq belə böyük bir mizan quraq, hərəkət quraq, onu eləyək, bunu eləyək. Biz məcburuq ki, bizə qabağımıza qoyulan bir planı doldurmaq. Plan var ki, və misal üçün bu müddətdən bu müddətə bu qədər seriya bizə təhvil verilməlidir. Biz də avtomatik onu təhvil vermək üçün burada biz o vaxtı itirə bilmirik də. Misal üçün sən buradan gəl, kamera one shotla düşsün, dalınca getsin, onu eləsin, bunu. O alınmadı, təzədən bir də 4 dubl, 5 dubl, necə ki biz Emine seriallarında onu eləyirik də, 17 dəqiqəlik bir də görürsünüz one shot çəkirik, bir kameraya stop olmadan. Bir dənə səhv oldu, təzədən. Bir dənə səhv oldu, təzədən. Orada bizim bəlli bir vaxtımız var, həftəlik serialdır, qabaqda vaxtım. Burada vaxt olmur. Biz də məcburuq ki, artıq aktyorun birini orada oturdaq, birini burada, biri burada. Kameralar hazır olsun, onun iri planı, bunun iri planı, ümumi plan, bitdi səhnə. Biz məcburuq onu eləməyə. Yəni, aktyor olaraq necə? Özünüzü diskomfortda hiss eləmirsiniz bu səhnədə? Təbii ki, aktyor olaraq artıq, necə deyim, gündəlik serial insanı biraz elə bil şeyə fırladır da, necə deyim sizə, mexanikləşdirir. Mexanikləşirsən. Artıq, misal üçün mənə, misal kağızınız görsünüz 2 kağızdır. Mən artıq onun ikisini də 2 kağızı verin mənə, 1 dəqiqə vaxt verin. Belə baxın, mən sizə deyim ki, orada nə yazılıb, ardıcıllıq nədir. O qədər artıq öyrəşirsən ki, baxmağa, improvizə eləməyə, səni mexanikləşdirir. Artıq çox belə dərin, obrazın dərinlə tam getmək olmur. Bu şeylər var da. Onlar da ki, təbii ki, bizi başa düşməlidirlər ki, tamaşaçıya düzdür, aidiyyatı yoxdur deyə sənin vaxtın yoxdur, sən xəstəsən, sən nə bilim yorğunsan, onların aidiyyatı yoxdur. Amma biz də yəni o fiziki çatdırmaq olmaz da onu. Biz gələk ya bir ilə qaldıraq çəkiliş prosesini. O da biz çatdırmırıq efiri. Çünki bizim 7 aylıq proyektimiz efirə gedirsə, biz onu tez bir zamanda çəkib bitirməliyik. Ona görə məcburiyyətdən. Mən hətta bir serialımız var idi, biz orada çəkiləndə bir aktrisamız var idi. Orada həmişə kresloda oturub danışırdı da. Nədənsə bir səhnə var idi. Həyətdə çəkməli olduq onu. Həyətdə çəkiliş gedən vaxtı birdən qışqırdım ki, stop, niyə inirsiniz siz? Rejissor özü belə baxdı ki, nə inirsən sən, nə stop? Deyirəm, siz şeydə aktrisanın kreslosu qalıb, onu götürün, oturdun da. Cəmaət ona görə baxırdı ona. Yəni məcburuq, vallahi məcburiyyətlər. Yəni tamaşaçılar bu tərəflərini görmür. Əslində onlar üçün də aydınlıq gətirsək ki, niyə biz bunları eləyirik? Onlar da bəlkə də bizi çox qınamazlar. Əlbəttə ki, yəni bizim tamaşaçı vallahi deyirəm, gəlin bizim setdəki bizim rejimimizi görsələr bizlərə yazığı gələr. Vallahi yazığı gələr. Yəni həm rejissoruna, həm aktyoruna, həm prodüseruna, hamısına da. Çünki səhərdən gəlib
səhər 8-dən axşama kimi dayanmadan cəmi 20 dəqiqə biz nahar fasiləsi veririk, nahar fasiləsi təzədən getdik. Onu çək, oradan çək, oradan çək, buradan çək. Çox çətindir, çox çətindir. Bir də diqqətimi nə çəkdi? Bir qadın olaraq, mən belə düşünürəm ki, bilmirəm, bəlkə də yanılıram. Rejissor və ssenarist məndən küsməsin, inciməsin. Sadəcə olaraq belə bir şey diqqətimi çəkdi. Bir evdə 3 xanım var. İndi dediyiniz nüansları nəzərə alıram ki, tamam, vaxt yoxdur o mizanları qurmağa falan. Amma bu 3 qadın bu qədərmi işsizdilər ki, onlara ev daxilində bir məşğuliyyət vermək qeyri-mümkündür ki? Əslində onlar iş görürlər orada. Sadəcə siz görmürsünüz onu. Məsəl üçün, bu aktrisa necə deyim, mətbəxdə çəkiləndə o birisi o otağı təmizləyir. Siz amma onu görmürsünüz. Biz onu görmürük amma. O tərəfləri vardı. Ona görə, yəni biraz tamaşaçı da düşünsün ki, deməli orada. Fantaziyamızı işlədirsən ki, o filankəs orada işləyir artıq. Yox, biz orada bacardığımız qədər, yəni əlimizdən nə gəlirsə eləyirik ki, yəni boş qalmasın. Qadınların bir şey ki, evdə xadimə yoxdur. Məsəl üçün Türk seriallarında, Rus seriallarında normalda varlı ailə göstərəndə orada həmişə xadimə olur, təmizlikçi olur, yemək bişirənə ayrı olur. Bunlara görə ev xanımları işsiz ola bilərlər. Burada o lüks yoxdur. Evin xanımları özləri bişirir də, düşürür də, təmizliyinə də belə başa düşürsən ki, özləri baxır. Amma ən azından bir hansısa hərəkət versək daha yaxşı olur. Ondan da əlavə bir şey. Göz oxşayan onlar, mənə elə gəlir onların biraz Türk seriallarında deyirsiniz də. Türk seriallarında onların böyük bir komfortu var ki, rejissor deyir ki, bu şey olmalıdır. Tutardı. Yəni onların büdcəsi, onların maddi imkanları ona imkan verir. Biz ora əlavə bir dənə necə deyək, evə qulluqçu götürsək, biz onun maaşını fikirləşirik ki, bu maaşını verə biləcək, verə bilməyəcək. Bu şeylər var da. Çünki dediyim kimi elə bir bəlli büdcə var ki, o büdcəyə hamısını sıxışdırmalısan. Həm məkandan çıxa bilmirsən, həm artıq şey eləyə bilmirsən, artıq obraz götürə bilmirsən. Bu obrazı götürmək üçün bu birisi obrazı öldürməlisən ki, o obraz gəlsin. Belə bir şeylər var. Amma Türk serialları ilə bizim müqayisə eləmək biraz məncə düzgün. Yox, müqayisə eləmirəm. Sadəcə olaraq nəyin yanaşmasını göstərmək istəyirəm ki, yəni orada qadınlar ev işləri görmürlər. Sadəcə oturub danışırlarsa, kofe içib söhbət eləyirlərsə, bu anlaşılandır ki, adamların işləri yoxdur. Amma bu ev şəraitində bunu görmürsən deyə düşünürsən ki, bunlar nə işə baxır evdə? Yəni bir aktivlik baxımından. Yox, təbii ki. Yenə də deyirəm, yenə də vaxt məsələsidir biz orada çox şeydə sıxanda. Yəni biz orada əlavə şeylər eləyə bilmirik, əlavə zadaçalar deyə də üstündə tapşırıqlar verə bilmirik. Aktyora ki, məsəl üçün burada sənin belə bir hadisən var, burada sənin belə bir hadisən var. Bunu belə bu hərəkətlə elə vaxt baxımından onları çatdıra bilmirik. Məcburuq ki, neyək, stolun üstünə düyü tökək, düyü arıtsınlar, nə bilim biri xiyar doğrasın ki, heç olmasa bir hərəkət olsun. Mütləq. Yenə də hamısı məcburiyyətdən doğan bir şeylərdir. Yəni sizin gördüyünüz səhvlər var, məsəl üçün səhv deməyək də, gördüyünüz tərəfləri. Onun 10 qatını biz görürük. Ki, misal üçün, siz deyirsiniz, bu çatmır, mən sizə deyərəm ki, bu yox, bu da çatmır. Onu da mən görürəm. Sadəcə, yenə deyirəm, vaxt baxımından çətinlikdir. Vaxt baxımından. Ona görə. Tamaşaçıların rəylərindən, misal üçün, çoxunluğu təşkil edən, bilmirəm, nə qədər diqqət yetirilir ona, musiqinin səsinin çox yüksək olması, aktyorların danışıqlarından üst-üstə düşən məsələ var. O müəyyən seriyalarda o var idi. Əslində, biz montajda baxanda elə bir problem yox idi. Sonra nədənsə efirə gedəndə biz gördük ki, musiqi səsdən yuxarıdır. Bəli. Hətta birinci seriya efirə gedən kimi mən yığdım bizim rejissorumuza, Elmirə ki, Elmir, bu niyə səs belədir? Dedi, montajda da baxdıq, montajda elə bir şey yox idi da. Bilmirəm, o efirə görədirmi, nədirmi? Yəqin ki, onu nəzərə almaq lazımdır ki, ola bilər ki. Sonra yavaş-yavaş artıq düzəltməyə başladılar. Məncə artıq elə bir problem yoxdur. Bir də diqqət çəkən məqamlardan biri və mənim də əslində çox yaralı yerimdir. Bu aktyorların, mən mizanla bağlı sizin haqq qazandırdığınız tərəflərə qatılıram sizə. Tamam. Biz sizi bağışladıq. Bağışlayın bizi. Xahiş. Amma burada artıq yəqin ki, kök başqa bir yerə gəlib çıxacaq. Amma maraqlıdır. Aktyorların oyunu. Yaşanan dramatik hadisələrdə ötürdükləri duyğular. Hamı yox. Bir neçə aktyor deyərdim, istisna olmaq şərtindən. İçində siz. İfadə dəyişmir. Nədir problemimiz? Aktyorun özü. Aktyorun özü.
Ola bilərmi ona yaratdığınız şəraitdən təsirlənərək nə verirsiniz onu da alırsınız yanaşması olsun? Yox. Yəni aktyor nə verirsiniz onu alırsınız fikirləşsə məncə ümumiyyətlə bu Olmamalıdır. Mən də qatılıram. O olmamalıdır. Onu eləyəcəksinizsə eləmə. Yəni sən zibillikdə də olsan çalışmalısan ki, o zibillikdə çıxan bir gül olasan. Təbii. O tullantı olmayasan. Amma elə bir şey var ki, biz onu aktyorun necə deyirlər, daxilini açıb belə o istedadı onun içinə qoya bilmirik də belə. Elə aktyor var bəzən görürsən ki, artıq məcburiyyətdən çəkirsən də. Çünki bu faktorada adam lazımdır sənə. Gəlir, sonra səhnələr elə olur ki, səhnələr biraz dərinləşir də. Baxırsan ki, o yükün altına girə bilmir. Verə bilmir. Əvvəldən məsələn sənə lazım olan obraz bu idi ki, bu gələcək, burada söhbət edəcək. Get-gedə seriyalarda elə olur ki, ağır səhnələr başlayır. Bu obrazın dərinliyi başlayır, amma görürsən ki, o aktyorun yükünü çəkə bilməyəcək. Onu artıq aktyor özü düşünməlidir. Çünki görünən tərəf sənsən. Sənə nə qədər rejissor tapşırıq da versə, səni nə qədər gözəl çəksə də, sənin içində yoxdursa, mikrofonu da vurdum. Sənin içində yoxdursa, nə istəyirsən elə, ondan ala biləcəksən. Həm gündəlik serialda o lüks da yoxdur ki, rejissor davamlı olaraq aktyor üzərində işləsin. O lüks da yoxdur. Amma misal üçün bizdə biraz da pis çıxacaq deyim, elə aktyorlarımız var ki, vallah tamaşaçılarımız onları aktyor kimi qəbul ediblər. Amma mən onları heç aktyor kimi də qəbul eləmirəm. Baxıram ki, vallahi, yəni bu neyindir ki, bunu deyirsiniz ki, filan kəs istedadlı aktyordur. Yəni bizdə necə deyim, əksər bəlkə də bir 30%, 40% aktyorlarımız var ki, harda baxırsan eyni şeyi oynayırlar. Bəli. Eyni sifət dəyişilmir. Mənə misal üçün təsir edən tərəfləri də o olur ki, misal üçün başqa yerlərdə o adamların adı aktyor kimi çəkilir. Bu bir. İkincisi elə danışırlar ki, bəs filan kəs var, filan kəs var. Mən indiyə kimi onların çəkildiyi hansısa bir işdə onlar haqqında tamaşaçının danışdığını eşitməmişəm ki, filan aktyor filan yerdə gör necə oynayıb. İndi nə qədər belə zəif aktyor olsan da, 10 dənə işin birində çoxsa yaxşı olmalısan da. Toxunmalısan. Yəni ki, sən baxırsan ki, hər yerdə eyni şey, eyni faktura, eyni baxış, eyni danışıq, plus da ki, yəni heç bir fərqli bir özündən bir şey qatım deyim ki, ailə necə yaradım. Amma bizdə az da olar. Çox azdır. Yəni hər obrazda baxanda görürsən, eyni simadır. Yəni bunu misal üçün Əlifsəti oynayır, sən bunu Əlifsət olaraq görmürsən. Elə özü kimi. Özü kimi görürsən. Fikirləşirsən ki, Ülvi elə özüdür də. Yəni dəyişmədi. Əlifsət oynayanda da, Qulamı oynayanda da Ülvi hamısında eyni şeydir. Eynidir. Bax, adi bizdə bu il Yad qohumları biz başlayanda əvvəldən mən ssenarini oxuya gördüm ki, elə bil mənim obrazımı biraz şeyə oxşadırlar, Xəyanətdəki obrazıma. Çünki o İlyas tutmuşdu deyə onun xəttindən fikirləşdilər ki, onun kimi getsinlər. Amma onlar getdiyi zaman ondan qaçmağa başladım. Onlar o yazdıqca mən ondan qaçmağa başladım. Gərəyə yığdım bizim senaristimizə, dostumuza ki, gərək bu biraz elə bir İlyasa gedir, onu biraz dartın. Çünki istəmirəm də onu oxşasın. Təkrarçılıq. O da yavaş-yavaş başladı o İlyasdan onu qaçırtmağa. Mən indiyə qədər oynadığım bütün obrazlarda çalışmışam ki, hamısı bir-birindən fərqlənsin. Fərqlidirlər, obrazlarımız oxşamasın bir-birinə. Üstəlik də ki, tamaşaçının ağlına gəlməyən bir şey eləyə bilim orada. Bayaqları Körpü serialından danışanda tamaşaçı heç vaxt fikirləşməzdi ki, o obraz elə olar. Və onu qəbul da elədi. Sən tamaşaçıya bir yeməyi verməlisən ki, onun dadından baxsın, desin ki, dadlı deyə dadlı deyil. Biz tamaşaçını əslində məcbur eləyirik ki, budur. Yəni bəyənsən, bəyənməsən. Bir dənə bir şey də var. Bizim tamaşaçımızı məcbur eləyib bu vəziyyətə salıblar. Mən ondan pis oluram. Bizim tamaşaçımızın qabağına o qədər keyfiyyətsiz işlər qoyublar ki. Siz bayaqlar bir söz işlətdiniz, düzgün sözdür. Bizim tamaşaçımız da istəyir keyfiyyətli iş. Amma tamaşaçımızın əksəriyyəti o qədər keyfiyyətsiz işlərə baxıb onlara reytinq verir ki, onlara reytinq verdikcə o insanları rejissor kimi, aktyor kimi tamaşaçıya tanıdır. Yəni bir tərəfdən də mən günahı onlarda görürəm. Əslində bunlara verməyin reytinqi. Çünki baxın, belə bir serial və yaxud film olur ki, izləyirsən, tamaşaçı da onu tənqid edir. Amma izləmə sayına baxırsan ki, çoxdur. Yəni kim baxır buna onda? Yəni tənqid edənlər, deyənlər ki, mən Azərbaycan serialına baxmıram. Azərbaycan filminə baxmıram. Sonra sənin obrazının adına kimi deyir. Bəli, kifayət qədər say çoxdur bunlarda da. Amma eyni zamanda da tamaşaçılar da
say olaraq tamaşaçı, bilmirəm televiziyada bölgələrimi daha çox izləyir. Nədirsə, o qədər keyfiyyətsiz serialların baxışları yüksək olur, amma o qədər keyfiyyətli seriallar var ki, onların baxış sayları da az olur. Bu bilirsiniz nəyə oxşayır? O hamı deyir ki, mən yalan danışmağı sevmirəm, amma hamı da yalan Hamı yalan danışır. danışır. Həmin söhbətdir də bu. Hamı deyir ki, biz baxmırıq, amma baxırlar. Valla bizim komediyamızı da o tamaşaçılarımız baxa-baxa bu vəziyyətə gətirib çıxartdılar. Bəli, razıyam mən sizinlə. Hə, bizim dram işlərimizi də o şeylərə baxa-baxa gətirib bu vəziyyətə çıxartdılar. Artıq o bir dəfə Facebookda yazmışdım ki, özümü cəmiyyətin qabağında dayanan Əsa peyğəmbər kimi hiss edirəm. Həqiqətən hərdən gedib televizorun qabağında mən anamın qabağında da dayanıram belə ki, baxma. Baxma. Baxmayın da buna. Bu var da, nə olar? Buna bax da. Buna niyə baxırsan? Amma elə bir tamaşaçını biraz manqurtlaşdırmışıq. Zombi kimi oturub baxırlar. Baxırlar, çox maraqlıdır, baxırlar. Əslində baxılmasa, bəlkə də sənət adamları da bir düşünər, bir reaksiya verər ki, hə, bunun bəlkə də tənqidləri oxumurlar, ondan irəli gəlir. Ondan da tənqidlərdən də əlavə, məsəl üçün mən birinci bir iş görəndə birinci öz evimdən baxıram da, görüm ki, anam-gilin, atam-gilin reaksiyası nədir? Televiziya tamaşaçı o yaş həddidir də insanlarda. Çox təəssüflər olsun ki, biz tamaşaçılar, biz sənətçilər olaraq televiziyadan elə bir tamaşaçı yaşına xidmət edirik ki, onlar 45-dən 50-dən yuxarıdır, oturub baxırlar. Biz artıq televiziyanı onların zövqünə görə formalaşdırırıq. Onlar baxsın deyə. Formalaşdırmırıq, körlüyürük. Hə, yəni də mən biraz pis çıxar deyə demədim də ona. Biz nədənsə onların zövqünə işləyirik və ona görə bu günləri artıq bizim sosial verilişlərimiz çoxalıb, nə bilim seriallarımızda ancaq qaynına gəlin, qırır bir-birini. Yəni biz onların zövqünə işləyirik. Mən misal üçün bir dəfə anamgilin baxdığı bir serial var idi ki, gecə-gündüz oturub ona baxırdılar. Mən onlara dedim ki, açın şeyə də baxın da, Emil Quliyevlə bizim işimiz var, serialımız çıxıb. Açın, baxın onu. Bir 15 dəqiqə baxdılar, dedilər, başa düşmürük axı bu nədir? Mən gördüm ki, bəlkə də mən səhv edirəm. Mən dəfələrlə oturub fikirləşmişəm ki, bəlkə mən səhv edirəm. Mən hamıya deyirəm ki, yox, bu nə komediyadır, bu nə baxırsınız falan şey, nəyə bu zövqünüz korlanır da, bu olmur belə-belə. Amma mən baxıram ki, mən dedikcə o adamlar baxır və onu eləyən adamlar da bunların zövqündən istifadə edib. Pulda qazanırlar, reytinqdə qazanırlar, sponsorlar da var, həyatlarını qurublar, normal yaşayırlar belə. Allah hamının başından töksün. Hər şeyləri də var, amma sən oturub sənət deyə kvartirada yaşayırsan. Yəni adam belə biraz pis olur ki, yəni məndə mi gedim o tərəfə? Məndə mi onların elədiyini eləyim? Yəni tamaşaçıdan istifadə eləyim. Biraz nə bilim mən elə bilirəm ki, mən özümə xəyanət eləyərəm, sənətimə xəyanət eləyərəm ki, yəni o tərəfə gedim. Amma çox təəssüflər olsun ki, o tərəfin tamaşaçısı daha çox. Daha çoxdur. Çox maraqlıdır. Mənə həmişə maraqlı gəlir ki, kim izləyir? Soruşanda heç kim izləmir. Vallahi adi bir şey deyim də sizə. O izləyən adamları görmək istəyirsinizsə, həmin verilişlərin tamaşaçısının öz tanışlarını, tamaşaçılarını, ətrafındakı dostlarını, zallarında oturan adamları görsəz bilərsiniz ki, onları hansı kontingent, hansı düşüncəli insanlar istəyir. Və onlar da onlar üçün elə şəraitləri yaradır ki, baxırsan ki, yəni sənə salam verirsən, otursan, gəlmə söhbət edirsən, görsən, sən belə baxır ki, bu nə danışır? Amma oradan şey verir, boğulama get. Budur. Yəni o düşüncə boğulamaya qədərdir. Çox təəssüf. Yad qohumlarla bağlı əslində aktyor seçimində necə? Özünüz iştirak elədinizmi bir prodüser olaraq, yoxsa? Əksəriyyətində belə deyim də iştirak elədiyim də oldu, eləmədiyim də oldu. Eləmədim. Hə, elə aktyorlar oldu ki, mən onları təklif elədim. Elə aktyorlar oldu ki, artıq seçilmişdi. Elə aktyorlar var ki, orada olmalıydı artıq. Amma ki, nə bilim, bacardığımız qədər, bacardığım qədər. Mən biraz elə bir vaxtda artıq prodüser təyin olundum ki, prosesin ortasından girdiniz. Elə şey var ki, aktyorlar artıq seçilmişdi. Hə. Qardaş andında necə gedir proses? Seçimlər artıq bitib deyəsən. Hələ də davam edir deyim sizə. Hə, çünki o elə bir mövqedə başlamışıq biz onu. Elə bir vaxtda başlamışıq ki, yəni bizim bu yad qohumlar gedə-gedə artıq birdən başlamalı olduq ki, serialı çəkəcəyik. Artıq həftəlikdir səhv etmirəm. Həftəlik bir dəfə olacaq, hə.
Biz artıq yad qohumlarla paralel həm bunun kastinqi ilə məşğul idik, həm nə bilim ssenarinin düzəlişləri ilə məşğul idik, həm ona artıq Müdafiə Nazirliyi də baxırdı. Orada səhvlər olmamalıdır. Falan proses belə getmir, belə gedir. Çünki o indi elə bir şeylər var ki, biz hərbi tərəflərini tam bilmirik də. Onu artıq Müdafiə Nazirliyi müdaxiləsini eləyir. Məkanlar baxımından, nə bilim geyimlər baxımından filan və biz yad qohumlar serialını artıq 40 gün saxlamalı olduq çəkiliş prosesini. Ki biz bunu çəkə qutaraq yenidən bura qayıdaq. Yəni təsəvvür edin ki, bu gün mənim əslində istirahət günüm idi, amma istirahət günü olmadı da. Bir həftədə demək olar yuxu nədir bilmirik. Gecə gündüzdə bu günləri məsəl üçün mən istirahət günü idi, yenə yata bilmədim. Çünki sabahın planları var, məkan var. Elə vaxt olur ki, məkanla bağlı, məsəl üçün sabahki çəkilişdə məkanla bağlı problemlərimiz oldu deyə artıq biz planlamanı dəyişməli olduq. Növbəti günü bura keçirməli olduq. Aktyorların iş prinsipi var. Onlara uyğunlaşmalısan belə çox belə ağır rejimdə işləyirik. Gecə gündüz və İnşallah ki, əziyyətinizin bəhrəsi olar deyək. Və son sualım Ülvi bəy. Biz seriallarımızda və filmlərimizdə oynanılacaq olan obrazlara hazırlığı aktyorlar üçün necə edə bilərik ki, daha yaxşı olsun və tamaşaçıya daha keyfiyyətli oyun göstərə bilsinlər? Rejissoru başa düşürəm, gündəlik olaraq onun o vaxtı yoxdur ki, onlarla tam olaraq istədiyini ala bilsin. Türkiyədə misal üçün coachlar var. Davamlı olaraq aktyorlarla işləyirlər, hisslərin ötürülməsi, hansı hissdir. Yəni bunların üzərində işləyirlər, oyunu göstərmə. Biz necə edə bilərik ki, ümumiyyətlə aktyorlarımıza bu tərəfdən heç olmasa dəstək üçün? Yəni bu da mı büdcəyə gəlib dayanır? Büdcə deməzdim. Birincisi məncə rejissor və filmin produkt kimi təqdim edən insanlar birinci özləri bilməlidirlər ki, nə çəkirlər. Ən birinci buradan başlamaq lazımdır. Sonra aktyorlardan yapışmaq lazımdır. Onlar biləndə ki, nə çəkirlər, rejissor biləndə ki, nə çəkir. Ona rahat olur aktyora da onu göstərmək, onu aktyordan istəmək. Rejissor bilməyəndə ki, özü də nə istəyir? Aktyor üçün də çox çətin olur. Bu gün səndən Vasifi istəyir, sabahki səhnələrdə görürsən Vasif dördə Əbdülqənini oynayırsan. Özü də bilmir nə istəyir səndən. Bundan əlavə aktyorlardan bir yaxşı iş tələb eləmək üçün aktyor bilirsiniz necə insandır, aktyora dəyər ver, qiymət ver. Necə deyərlər, bu indi Çin maşınları var, suyunu yağını töksür. Yəni bu aktyor elə bir varlıqdır da, yəni o dəyər istəyir sadəcə. Bizim Azərbaycan aktyorları ümumiyyətlə sadəcə dəyər istəyirlər. Onsuz da bilirlər ki, yəni bizim arzusunda olduğumuz maddiyyatımız olmur, o maddi problemlərimiz həmişə var. Ona görə dəyər istəyir o. Mənə dəyər ver, mən də sənə iş verim. Biz nə qədər dəyər versək, dəyər verilməlidir. Sonra aktyora vaxt verilməlidir. Ondan istədiyin bir şeyi almaq üçün. Onun problemlərini həll eləməlisən. Evindəki problemlər var, hansı ki su pulusudur, qaz pulusudur, kreditidir, nə bilim kvartirantıdır. Vallahi yerim milyonluq villada oturub obraza hazırlaşmağa nə var ki? Vallahi yəni. Çətindir bizim. DiCaprio'nun villasını mənə bir ay verin. 2-ci ayda mən DiCaprio'lum da yəni. O villada oturub hazırlaşmağa nə var? Ssenari oxuyan da var sənin üçün. İdmanın var, yeməyi vaxtında nə qədər yemək yeməlisən. Bizə deyirlər ki, aktyorlar niyə özlərinə fikir vermirlər? Aktyor yetimin vaxtı var. Səhər 8-dən axşam 12-yə kimi çapır, ora gedir, bura gedir. İndi mən düzdür, şükür Allah, mən idmanımdan, filanımdan həmişə yəni vaxtında bacardığım qədər edirəm. Amma əslində aktyor üçün onların xüsusi adamları olur, xüsusi həkimi olur, xüsusi qidalanmağa baxan onun o koçları olur, idman müəllimləri olur, öz evində idman zalı olur. Bunları istərsəməz gündəlik proteinləri var, dərmanları var, iynələri var, nə bilim, bunun qida əlavələri var, vitaminləri var. O özünə baxmaq üçün bu hələ bir problem. İkinci, onun ssenarisini oxuyanına qədər var. Yəni o rahatlıqla ssenarini oxuyub belə tullayıb mən buna çəkilmirəm deyə bilir. Amma bizim aktyorlarımız onu deyə bilmir. Bizim aktyorlarımız eyni zamanda orada fəhləlik də eləyir. Bizim aktyorlarımız oturub gözləyir ki, ay Allah, nə olar mənə bir serial qismət elə fərqi yoxdur. Gedim oynayım, pul qazanım. Amma onlar onu rahatlıqla yox deyə bilirlər. Bizim yox demək lüksumuz yoxdur. Yox demək lüksumuz yoxdur. Plus onların aktyorların hərəsinin bayaq siz demişkən koçları var. Hər aktyorla bir koç işləyir orada. Danışığını tapırlar.
aktyorun xarakterini tapırlar, onu hər gün məşq edirlər, setdə məşq olunur artıq. O setə hazır gəlirsən, rejissor sadəcə səni yönləndirir. Bəli. Amma bizdə məsəl üçün o şeylər yoxdur axı. Hamısını Yox, aktyor çox özü edir. Aktyor oturub nə tapdı. Özündən nə qata bildi. Amma insan da bir yerə qədər. Qata bilməyəndə isə mənzərə acınacaq. Əlbəttə ki də. Yəni insan da bir yerə qədərdir də nə qədər qatasan sən bunu özündən. Sən bir qıraqdan da müdaxilə olunmalıdır ki, get də belə. Hamımız elə bilirik ki, yaxşı insanıq. Amma elə vəziyyətlər var ki, qıraqdan başa düşürsən ki, ay sən falan şeydə yaxşı insan deyirsən. Onu düzəltməlisən. Aktyor da elə bir şeydir də. Elə bilir ki, düz gedir. Amma qıraqdan rejissor baxanda deyir, yo. Bunu belə elə. Hə, sənin xarakterin bu şey eləyə bilməz. Sənin xarakterin heç vaxt suyu belə qaldırıb içməməlidir. Sənin xarakterin suyu belə içir. Yəni bunlar hamısı şərtdir. Onlar hər şeydə aktyoru məncə günahlandırmaq çox səhv bir şeydir. Bizdə nədənsə aktyorları çox günahlandırırlar. Baxırsan, görünən tərəf onlar olduğuna görə. Hə, yəni görünən tərəf bizik, ona razıyam, amma hər şeydə aktyoru günahlandırmaq olmaz da. O görünməyən tərəflər var da. Aktyor məcbur əlindən gələni edir. Amma ki ortaya çıxan işdə nə bilim çox səbəblər var da. Yəni bunları şərait var, aktyorun çəkilməyi üçün setdə olan qida məsələsi var, geyim məsələsi var. Dincəlməyi, adi istirahət söhbəti var. Yəni gündə müəyyən bir səhnə sayı olmalıdır ki, bunlar çəkilməlidir. Bundan çox aktyoru yormaq olmaz. Yorğunçuluq artıq hissizliyə gətirib çıxardacaq. Yəni səhər 8-dən axşam 9-a qədər dayanmadan oynamaq biz nədir? Yəni ortada bir istirahət də eləyə bilmirik. Tamaşaçılar da içi biz qarışıq. Sonra dedik ki, duyğuları ötürmürlər bizə. Duyğuları əlbəttə ki, duyğuları ötürmək. O duyğular duyğu qalır ki, hə. Amma ki yenə də deyirəm də, yəni mən bir aktyor kimi o özümə ayıb bilərəm ki, o duyğunu ötürməyim. Nə qədər çətin bir şəraitdə işləsək də. Sən aktyorsansa istər-istəməz o səhnə toxunursan, oynamalısan. Amma elə səhnə var ki, adam heç toxunmur axı. Baxırsan ki, sadəcə söz yığınıdır. Yəni baxırsan ki, bu sözləri deməlisən. Bir alt yapısı, sənə bir toxunan tərəfi yoxdur ki, özündən nəsə qatıb oynamaq istəyəsən onu. O şeylər də var. Bəzən istəyirsən ki, bir dənə elə səhnələr gəlsin ki, oynayasan. O da var. Çox təəssüf. Ümid eləyək ki, daha yaxşıya doğru getsin. İnkişaf var. Artıq dövlət tərəfindən də büdcələr ayrılır seriallara, filmlərə. Ümid eləyək ki, sadəcə olaraq yaxşı seçimlər ayrılsın. Əlbəttə ki, yəni o büdcələrdən sadəcə istifadə eləməsinlər də. Həqiqətən işlər qoysunlar ortaya. Payına düşəni alsınlar, ssenaristləri də, rejissorları da. Çünki bu dəqiqə hamı üçün yaralıdır. Həm ssenaristin ödənişi, həm rejissorun, həm aktyorun. Ayrılan büdcə. Və ayrılan büdcədən artıq bizdə inkişaf görsələr, o büdcənin artıq 2 qatı ayrılacaq. Təbii ki, dövlət də görsə ki, artıq verdiyinin qarşılığını alır, dünya bazarına çıxa bilir, artıq filmlərimiz uzağa getməyən, yaxın qonşularımıza çıxa biliriksə, bu artıq dövlət üçün də bir qazanc. Əlbəttə ki də, yəni bizim dövlətimiz həmişə mədəniyyətinə, teatrına, musiqisinə həmişə dəyər verən dövlət olmuşuq. Biz xalq olaraq da, dövlət olaraq da. O görsə ki, yəni mən bu qədər pul ayırdım, nə gözəl, nə qəşəng işlər çıxdı ortaya. Onu biraz da artıraq. Artıracaq, təbii. Yenə də artıq inkişaf başlayacaq. İnkişaf başlayacaq. Amma ki, yoxsa büdcə gəlsin, mən bu büdcədən bunu belə edeyim, bunu belə edeyim. Bir dənə nəsə qazan eləmək üçün bir dənə nəsə proyekt edeyim, çıxsın ortada. Təbii ki, ortaya heç nə çıxmayacaq. Əlbəttə. Xərcləmək lazımdır ki, daha yaxşısı gəlsin. Xərcləyək ki, daha yaxşısı gəlsin. Ona görə mən səbr arzulayıram bütün yaradıcı heyətlərə, istəyir rejissor olsun, istəyir aktyor olsun, istəyir prodüser olsun. Mən çox istəyirəm ki, inkişaf eləyək, vaxtımız gedir, yaşımız gedir. Oynamaq istədiyimiz obrazlar var ki, 20 ildən sonra biz onu oynaya bilməyəcəyik, bu yaşda olmayacaq. Ona görə bir aktyor kimi özümüzə yazığım gəlir. Ümid eləyək ki, qısa zamanda kinomuzu daha yuxarılarda, dünya bazarında görəcəyik. Sadəcə oturub o, necə deyərlər, iclaslar keçirilir, kinolarla bağlı oturub orada danışırlar, elə orada da qalır. Qırağa çıxır. Masa üzərində qalmasın. Hə, o masa üzərində olan söhbətləri işə fırlatsaq yaxşı olacaq. Təşəkkür edirik Ülvi bəy. Mən təşəkkür edirəm. Qəbul etdiniz, gəldiniz. Çox xoş oldu sizi tanımaq və tamaşaçılara tanıtmaq. Tamaşaçılar üçün qaranlıq qalan məqamlara da işıq verdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Mən də bütün tamaşaçılarımıza təşəkkür edirəm kimlər ki bizi izlədi. Əsas kinomuzu izləyin. Yaxşı işlərimizi izləyin, yaxşı işlərə dəstək olun ki, sabahsı gün siz də bizə sual verməyəsiniz ki, filan şey niyə belə oldu? Yaxşıları izləsəz, yaxşılar sizin bütün suallarınıza cavab verəcək. Təşəkkür edirik. Növbəti görüşlərədək. Sağ olun.